İndi isə topun başında Ümid zərbə çəkəcək və görək bu qol olacaqmı? Sabah Futbol Klubunun qapısında isə Hüseyin və start verildi. Ümid zərbəsini çəkdi və gol deyil, Ela Hüseyin. İndi topun başında Cəsur öz takım üçün zərbəsini çəkir və Kazım Əhsanzadə bu topu qurtarır. İndi topun başında Yusif öz takımı üçün zərbəsini çəkdi və Hüseyin bu topu qurtarır. İndi topun başında Ayhan. İndi Laçın Futbol Klubunun qapısında isə Kazım Əhsanzadə. Ayhan zərbəsini çəkir və qəşəng həllaş olsun. Yenidən bu topu da qurtarır. İndi topun başında Ümid öz takımı üçün zərbəsini çəkir və qəşəng Hüseyin bu topu qurtarır. Ondan niye vurursan? İndi isə İlqar Məmmədov topun başında öz takımı üçün zərbəsini çəkir və bu top meydanı tərk edir. İndi topun başında Ayhan öz takımı üçün zərbəsini çəkir və top direkdən qayıdır. İndi Yusif axırıncı xallı Latifqan vursa odur və gol!